Hoş geldiniz. Bugün biz sizinle belki de ilk baxışdan çox qısa görünən, amma arxasında böyük bir siyasət dayanan bir mənbəni dərindən təhlil edəcəyik. Təsəvvür edin ki, bir filmin anonsuna baxırsınız, hə? Baş qəhrəmanın düşməni bəllidir, amma birdən arxada daha nəhəng bir kölgə peyda olur və ekran qaralır. Göndərdiyiniz bu qısa siyasi mənbə məhz belə işləyir. Yəni cümlə belədir, İrandan sonra ABŞ-ın ən böyük düşməni və cümlə burada qırılır, müəllif isə Trumpdır. Bəli, yəni çox maraqlı bir formatdır və biz bugün bu bir cümlənin arxasında yatan o siyasi ritorikanı idarə etməni açmağa çalışacağıq. Təbii ki, ilk növbədə qeyd edək ki, biz burada səsləndirilən sağ və ya sol yönümlü hər hansı siyasi baxışı dəstəkləmirik. Əlbəttə, qətiyyən. Bizim işimiz sadəcə obyektiv təhlildir. Düzdür. Yəni məqsədimiz sadəcə orijinal mənbədəki strukturun necə formalaşdırıldığını sizə çatdırmaqdır. Baxın, filmin anonsundakı o birinci, necə deyərlər, bəlli düşmən rolunda burada İran çıxış edir. Cümlə məhz İrandan sonra deyə başlayır. Yəni bir növ İran baza kimi götürülür. Tamamilə doğrudur. Siyasi dildə buna baza xətti deyirlər. İran ən üst səviyyəli təhdid ölçüsü kimi qəbul edilib və qalan hər şey ona görə ölçülür. Bu da prioritetlərin necə qurulduğunu açıq göstərir. Aydındır. Amma mənim burada bir sualım var. Sizcə, beynəlxalq münasibətlər kimi belə mürəkkəb bir sahədə ölkələri qəti bir düşmən reytinginə salmaq hər şeyi həddindən artıq sadələşdirmir? Yəni, bu nə dərəcədə realdır axı? Sözün düzü məqsəd elə məhz sadələşdirməkdir. Yəni, kütləvi kommunikasiyada o mürəkkəb, belə deyək də, boz zonalar işləmir. Hə, insanlar çox detal oxumaqdan yorulur. Bəli, informasiya bolluğu dövründə insan beyni daim enerji qənaəti rejiminə keçməyə çalışır. Mürəkkəb xarici siyasəti dərk etmək çox ağır idrak yüküdür. Siyasətçilər bizə belə hazır siyahılar verəndə, biz o mürəkkəb maraqları təhlil etmək əvəzinə hazır məlumatı həzm edirik. Bəli, bu sadəcə idrak yükümüzü yüngülləşdirən bir qısa yoldur. Amma burada çox qəribə bir şey var. Bizə hazır siyahı verildiyini deyirik, reallıqda isə siyahının ikinci hissəsi yoxdur. Başlıqda o ikinci düşmənin adı çəkilmir. Siz sadəcə yarımçıq bir xəbərdarlıq görürsünüz. Bu intriqa bilərəkdən yaradılır. 100% bilərəkdən edilir. Və o buraxılmış hissə beynimizin ən zəif nöqtəsinə zərbə endirir. Bilirsiniz, insan beyni tamamlanmamış informasiyaya dözə bilmir. Psixologiyada buna Zeigarnik effekti deyirlər. Aha, Zeigarnik effekti. Bəli, yəni biz tamamlanmış işləri və ya fikirləri asanlıqla unuduruq, amma yarımçıq qalanlar daim yaddaşımıza həkk olunur və diqqətimizi məşğul edir. Bu, natamam format oxucunu passiv izləyicidən aktiv axtarışçıya çevirir. Hə, adam istər-istəməz o boşluğu doldurmaq istəyir. Düzdür. Biz həmin gizli düşmənin kimliyini tapmağa, xəbərin ardını oxumağa can atırıq. Deməli, buraxılmış məlumat, yəni verilməyən o ad, verilmiş məlumatdan daha güclü bir silaha çevrilir. Bizə həm nəyə baxmalı olduğumuz, həm də o qaranlıqda nəyi axtarmalı olduğumuz diktə edilir. Məhz elədir. Bu qısa cümlə bizə göstərir ki, hər gün qarşımıza çıxan xəbərləri oxuyarkən diqqətimiz necə asanlıqla idarə oluna bilir. Söhbət o məlumatın təqdimat formasının çox vaxt məzmunundan daha böyük mesaj verdiyini anlamaqdan gedir. Çox maraqlıdır. Bəs bu, bizi dinləyənlər üçün niyə bu qədər vacibdir? Çünki bu, sizin diqqətinizin necə yönləndirildiyini göstərir. Təhlükələrin necə reytingə salındığını bilsəniz, o xəbər tələlərinə daha az düşərsiniz. Onda gəlin yekunlaşdırmazdan əvvəl dinləyicilərimizə düşünmək üçün son bir fikir verək. Əgər siyasi liderlər ölkənin düşmənlərinin siyahısını belə reytinqləşdirilmiş formada, xüsusi ilkçilik kimi tərtib edirlərsə, bu bizim dünyaya baxışımızı necə məhdudlaşdırır? Baxın, çox vacib bir məqamdır bu. Bəlkə də hər kəs xəbər başlıqlarındakı o sirli ikinci düşmənə və ya verilmiş o reytingə fokuslandığı üçün arxa planda nələrin baş verdiyini görmürük. Dəqiq. Səssizcə böyüyən və reytingə ümumiyyətlə adı keçməyən, tamamilə fərqli, qat-qat real təhlükələri göz ardı edirik. Bizi baxmağa yönləndirdikləri yerdən başqa, baxmadığımız yerlərdə nələrin baş verdiyini düşünmək hər zaman həyati əhəmiyyət daşıyır. Həqiqətən nə? O qırılan cümlə bəlkə də sadəcə bir dövləti yox, diqqətimizdən qaçan bütün o başqa həqiqətləri təmsil edir. Eyni ilə film treylerinin sonundakı qaranlıq ekran kimi. O qaranlıqda əslində nələrin gizləndiyini bəlkə də heç vaxt bilməyəcəyik. Bu dərin təhlilimizə qulaq asdığınız üçün təşəkkürlər.
Özünüzdən müğayət olun.